Yenə futbol, futbol, futbol. Uf, Yaşar, mənim ürəyim partlayır. Buna baxa bilmirəm. Səs-küy başıma düşür. Necə baxırsan sən hər gün buna? Könül, bu futbol deyil, bu Barcelonadır. Bu həyatdır, həyat. Cəmaət ailəsini yığıb aparır Barcelonaya gəzdirmək, səsini çıxartmır. Oturub bütün gün futbola baxır. Barcelona belə getdi, ora gəlmə getdi. Könül, Barcelona başqa şəhərdə, o ayrı yerdə. Bu Barcelona futbol klubudur, Messi-cili. Sən nə bilirsən futbol sevgisi nə deməkdir? Yaşar, hərdən bizə mənə maraqlıdır. Hərdən mənə belə maraqlıdır ki, sən məni çox sevirsən ya Barcelona? Çox maraqlıdır mənə. Çünki bu nə sualdır mənə versən? Mən Barcelonanı heç nəyə dəyişmədim. Nə vursan məni? Yaxşı, kimdən oynayır bu Barcelona? Bilmirəm, hələ zəif komandalı adını bilmirəm. Adı yoxdur. Yox, indi başlasın yazarlar deyərəm. Və ona nəyə baxırsan? İndi Barcelona 5-6 dənə qol cuplayacaq. Hə. Baxıb ona həzz alırım. Bildin? Keyf eləyəcəm. Messi, Neymar, gol! İşlər var, şöyle işlər. Amma mənə nəsə elə gəlir ki, onlar uduzacaqlar, Yaşar. Mən nə uzun, deyirəm, zəif komanda ilə oynayırıq. Mən komandanın adını bilmirəm. Heç bəlkə komandanın adı yoxdur. Gələ-gələ avtobusda fikirləşdilər, deyə uzunacaq. Nəsə mənə elə gəlir ki, onlar uduzacaqlar. Ürəyimə damıb. Həyatı bu ola bilməz ki, sənlə nədən istəsən mərd gəlirəm ki, mən o uzan deyirəm. Doğrudan? Əlbəttə. Yaxşı. Haraya? Nə? Mərd gəlsən mənimlə. Nədən? Zalim uşaqlar. Bizim birlikte hareket ettiğimizi anlayacak. Ömür boyu uduzma. Axırda gəl birdən məni zibilə sal. İndi mən bir həftə yemək işmə ev təmizləməliyəm. Yaşar, səsini kəs də görmürsən, seriala baxıram. İmkan vermə deyə. Qara sevdadır Könül. Könül, gəl mərş gələk. Bu Nihan Əmirdən ayrılıb Kemalə ərə gedəcək. Məncə də. İşvi gör.